Agah olun, dünya elə bir saraydır ki, insan ondan yalnız bu dünyadaykən xilas ola bilər. Heç kəs dünya üçün gördüyü işlə nicat tapmaz. Çünki ahirətdə yalnız Allah xatirinə edilən söz və əməllər insanı qurtaracaq. İnsanlar bu dünyaya imtihan üçün göndərilmişdir. Dünya üçün topladıqları hər şey bir gün onların əlindən çıxacaq və qiyamətdə bunların hesabı soruşulacaq. Amma ahirət üçün hazırladıqları isə onlarla qalacaq və heç vaxt ayrılmayacaq. Buna görə də ağıllı insan dünyaya ürək bağlamaz. Çünki dünya kölgə kimidir. Uzanmış görünsə də bir an sonra yox olur. Elə isə agah olun, əbədi olan ahirət üçün hazırlaşın. Fani olan dünyaya aldanmayın.